Daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin. Çınar TV hər zaman sizinlə, sizin kanalınız. Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər kəs xoş gördük. Bu günləri 2026 yanvarın 1-idir, yeni il günüdür. Hər kəs buradan bizi izləyənləri təbrik edirəm. O 2026 inşallah hər kəsə düşərli olsun. Yeni iliniz mübarək olsun. Dəyərli izləyicilər, bu günləri yanvarın 1-i yeni il günüsüdür 2026 və bizim yeni layihəmiz bu günləri işıqlı görür. Birinci efirimizdir. Hansısa bir ola bilər səhvimiz olsa nəzərə alın o. Birinci efirimiz olduğumuza görə. Və efirimizin məqsədi nədir? Bazarlığı olan, qeyri-adi bazarlığı olan hər hansı bir şəxslər bizim kanalımızla öz bazarlığını göstərə bilər. Yəni, tam təminatsızdır. Çınar TV kanalına zəng vurub bizim kanal xəttimizə məlumat verə bilərsiniz. 050 431 6606. Və bugün də Mehman dayının qonağıyıq. Tamada Gədəbəy rayon sakinidir. Hansı kənd Mehmanlar? Gədəbəy rayonunun keçmiş Üstəməl ilçəsində Çimiskeni kənd sakinsiniz. Və hazırda 5 il yaxında burada qalsınız da. Şəmkir rayonunun Çınar qəsəbəsində. Daha doğrusu 6 il. 6 il yaxında Şəmkir rayon Çınar qəsəbəsində yaşayırsınız. Xoş görürsünüz siz də. Xoş gördük, xoş gəlirsiniz. Çox sağ olun, təbrik edirəm. Bayramda təbrik edirəm yerinizi. İnşallah düşərli olsun hər kəsə. Və bizi izləyən tamaşaçılara nə demək istəyirsiniz Mehmanlar? Əvvəla 2026-cı ilin ilk günü olaraq yeni münasibətlər bütün xalqıma, dünənki gün münasibəti ilə, dünya Azərbaycanlıların həmrəylik gün münasibəti ilə xalqımı təbrik edirəm. Bütün hər kəsə yeni ildə yeni uğurlar, yeni müvəffəqiyyətlər, yeni nailiyyətlər diləyirəm. Arzu edirəm ki, 2026-cı il xalqım üçün düşərli olsun. Ən əsası sülh əmin-amanlığımız davam edəsin. Bir daha xalqımıza müharibə, çətinliklər diləmirəm, arzu etmirəm. Arzu edirəm ki, onlar bizdən uzaq olsun. Amin. Elə bir çətinliklər. Şəhidlərimizə də Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlıq. Biz onların qanı bahasına, canı bahasına azad və firavan həyat yaşayırıq. O cümlədən Cənab Prezidentimizə Allahdan əlavə güc qüvvət arzu edirəm ki, yəni daha da yumruğu möhkəm olsun. Dəmir yumruq həmişə düşmənlərimizin başında necə deyirlər, vura bilsin, o güc həmişə onda olsun. Belə. Çox gözəl. Mehman dayı, deməli, neçə ildir Tamada altdan məşğulsuyuz? Mən 1995-ci ildən, 23 yaşından bu işlə, bu sənətlə məşğulam. Sadəcə olaraq bir ara bu pandemiya devrində Çətinlik oldu. Çətinlik bax, ondan bəri biraz elə bir ki, əvvəlkinə baxana görsən, biraz elə bir müştərilər azaltda biraz geri-gerisiz, biraz maddiyyat baxımdan, həm də toy baxımdan. Və inşallah mən ümid edirəm ki, bizim efirimiz vasitəsilə sizi bütün dünya baxacaq, siz izləyəcəkdir və sizin də əlaqə nömrənizi yerləşdirəcəyik. Dəyərli izləyicilər, hər hansı bir xeyir işlərinizi keçirmək istəyənlər Mehman dayıya məlumat verə bilərsiniz. O da sizin xeyir işlərinizi çox gözəl, yüksək səviyyədə keçirə bilər. Mehman dayı, biz eşitdiyimizə görə sizin kitabınız da var. Şeir kitabı yazmışsınız. Mənim öz deyək ki, şəxsi kitabım deyil. Bu kitab 2006-cı ildə səhv eləmirəmsə işığımızı görür. Gədəbəy şairləri və aşıqları kitabı idi. Yəni mənim onda gənc yaşlarım idi, 34 yaşım idi. Mənim də bir neçə şeirim orada. Yer alıbdır. Bəli, işığımızı görür. Laf yaxşı. Orada şeirlərdən bizim izləyicilərə deyə bilərsinizmi? Hansısa bir şeirdir. Buyurun, bir dənə şeir deyəsiniz. İndiki deyəcəyim şeir
14-cü ildə mən Rusiya torpağından vətənə xeyir işi gələcəkdim. Daha doğrusu onun sədasını, o xeyir işin sədasından yol almışdım. Azərbaycana gəlirdim. Ata yurdunda, mənim atamın ata yurdunda toy şənliyi vardı. Elə gələ həmin şeiri ərsəyə gətirdim. Allah kötü. Buyurun. Uçub səmalarda qızıl quş kimi ata yurdum, qucağına gəldim. Qürbət eldə buz bağlayan könlümüz isitməyə ocağına gəlirəm, ata yurdum, qucağına gəlirəm. Keçib sərhədləri çılğın yel kimi, sahilləri aşıb daşan sel kimi, köksü altı yaralı bülbül kimi sığınmağa bucağına gəldim, ata yurdum, bucağına gəldim. Bir dağ idim, hicran rəyli ərtdi, gözlərimdən nur paylayan yerdi. Harayımın saludun kiritdi, geri dönüb şəm çağına gəldim, ata yurdum, bucağına gəldim. Neçə vaxtdı məskən salıb qış məndə, qədəmmə həsrət qalıb çəməndə. Eşitdim ki, qurulubdu toy səndə, şənliyinin sorağına gəldim, ata yurdum, bucağına gəldim. Nəyim var ki, nə övladım, nə yarım, nə bağbanam, nə bağım var, nə barım, şeiriyyətdir, malım, mülküm, həm varım, söyləməyə qonağına gəldim, ata yurdum, qucağına gəldim, ata yurdum, qucağına gəldim. Bütün ata yurdlarına şey demək istəyirəm. Çox gözəl, təbrik edirəm. Mehman dayı, siz Şəmkir rayonunda, Gədəbəy rayonunda toylarda yayıncı olursunuz da. Çox olmuşam. Yəni pandemiya olan vaxtlarında kimdə belə, yoxsa... Bəli, ona qədər ümumiyyətlə Şəmkirin Posanı kəndində, Qaryağdıda, çox yerlərdə, ümumiyyətlə Bakıya qədər, hətta Masallıda toy aparmışam. Masallı rayonunda toy şənliyi aparmışam, yəni orada da. O cümlədən özümüzün rayonumuzun demək olar ki, əksər kəndlərində toy şənliyi də olmuşam. Pandemiyadan dediyim kimi pandemiyada toylar biraz ümumiyyətlə zəif oldu. Bax, ondan sonra da nəm biraz bəlkə də maddi çətinliklər, bəlkə hər şey yavaş-yavaş insan həvəsindən salır. Bax, ondan sonra biraz elə bilir. Amma mənim ümumiyyətlə apardığım toylarda ümumiyyətlə nə bilim, narazı gedən olmuyor. Özdə şirinliyi də ki, istədiyin səviyyədə. Əgər kimsə maraqlanmaq istəsə, nömrəmizi serinə qoyacaq, zəng eləyər, hansı toylarda olmuşam, o toyun kasetlərini verirəm, baxarlar görərəm, nə görürəm, toylar gedir. Mehman da Allah sizi var eləsin. Buradan toylarını keçirdiyiniz insanlara nə demək istəyirsiniz? Sizliklə bəlkə. Allahdan arzu edirəm, bunların hapsında həmişə yenə toylar olsun. Yenə də qruplarında, xidmətlərində hazıram. Hər zamanki olduğu kimi, yəni, necə deyirlər, aparacağımız toylardan heç bir problemlər olmaz, aləlikdən başqa. Hamısını salamlayıram, hamısını yenə də, xalqımızı da, onları da yeni münasibətlə təbrik edirəm. Yeni ildə kim nə arzuluyursa, öz arzusuna çatmaq arzu edirəm. At Muraddır. At illər. Bəli, bu il at üstünə çevrilimiz ili gəlib. At Muraddır, bu Murad ilində hər kəsə öz muradına çatmaq arzu edirəm. Amin inşallah. Və Azərbaycan xalqına həmişə arzu edirəm ki, məndə xeyir işlər olsun, qismət olsun. Azərbaycan xalqı həmişə üzü gülsün. Mehman dayı, bax, efir sizindir, bizim məqsədimiz sizi tanıtmaqdır. Yəni, başqa şeirlərinizdən nə qədər var, buyurun səsləndirin, izləyicilər eşitsinlər. Mənim kimi kəm talihi zamanın soraqlayıb bir qeydinə qalaşıq. Sığınmışam qucağına həsrətin vaxtsız düşüb ürəyimə xalaşıq. Yana-yana bir kərəm çalışıq.
Eşkin oda göylərindən inmişəm, dildə fəryad, ağlayıb dinmişəm. Kərəm yanan odda külə dönmüşəm, yox canımda tərpənməyə halaşıq. Yana yana bir kərəm salaşıq. Dərdlərimə çarə yoxdur, bilirəm. Hicran tökəyim, göz yaşımı silirəm. Xəbər susam, can üstəyəm, ölürəm. Gəl könlüm həzin aşıq. Yana yana bir kərəmi çalışıq. Əzraillər, mən mehmanım məndə. Həyat odu ürəyində sönəndə, köz kərvanım son mənzilə dönəndə, sən aləmə haray həşir salaşıq. Yana yana bir kərəmi çalışıq. Ən son şiirim var, yəni onu elə səslənmək istərdim, biraz qəm üstə köklənir. Buyurun, buyurun. Keçən yazılmış şiirdir. Arxa-arxaya həm cəmi ölənlər hamısına Allah rəhmət eləsin. Arxa-arxaya ikilərimiz, dayım, bacım, davamdan var. Allah hamısına rəhmət eləsin. Bunun nəvəsi, bunu gelib o vəziyyətdə görəndə onda rəhmət etməmişlər ki. Həmin şeir əsər yazıb. Ben biraz gəminin otuzda köylənsə mən yazdım ki, qanlı fələk, səşmənim yaxamdan. Qollub qanadığımı qırdığım bəsdir. Aman ver ki, tərki dünya olmuyum. Aman ver ki, tərki dünya olmuyum. Sinəmə yaralar vurduğum bəsdir. Hey üstümə kürəysən, əsirsən, eyləmisən, əllərində yesilsən. Nəyim keçdi caynağına kəsilsən, zəri tək qanımı sorduğum bəsdir. Mehman qəmin dəryasına girəli, kömək olmur Tanrının da pirəli. Addım atıb gedəmirəm birəli, yolunda tələlər vurduğum bəsdir. Yolunda tələlər vurduğum bəsdir. Hər kəsə şənlik, bayram, toy aparıb hesablayıram. Amin inşallah, amin. Amma belə şeylərin də bəzən yer olur, görürsən, insan xatirini də həmişə saxlayır, xatırlayır. Aydın. Mehman dayı, inşallah bax buradan sizləyizlər, yayın ki, biz sizdə bu dəqiqə bayram ərəfəsindəyik. İnşallah həmişə xeyir işlər olsun, ilə belə də. Bax, əskər yığıncaqları olur biz sizdə indi, ad günlərdir, nişanlardır, toylardır. Bax, buradan siz izləyənlərə onu da mən demək istəyirəm ki, Mehman dayını çağıra bilərsiniz, öz xeyir işlərinizə yüksək səviyyədə də apara bilər. Yayın ki, Mehman dayıda kasıb insanlar da maddi baxımdan yayın ki, aşağılar. Ümumiyyətlə belə deyim, Azərbaycan xalqımın, millətimin qapısına həmişə toy olsun. Şəhid ailələri üçün, qazilərimiz üçün heç vaxt da təmanla gütmərəm. Yəni bu bir mənalıdır. Yəni efir xətrinə demirəm. Bunu məni tanıyanlar bilir. Heç vaxtı şəhid ailəsi, qazi ailəsi qapısında olan şənlikdən 1 manat təmanla gütmərəm. Belə də qaldı ki, kasıblarımıza, özüm də kasıb təbəqənin bir üzvü kimi, onların da toy şənliyini, yəni belə deyək də, ciblərinə uyğun, ciblərinə uyğun deyəni yola verərəm. Yəni bir orada narazılıq ola bilməz, heç bir, yəni orada tam əminliklə. Xeyir işə gəldikdə isə ölçüsündən, dazmerindən, böyüklüyündən, hansı şərəfdə olmağından asılı olmayaraq, bütün toy şənlikləridir, kiçik, belə deyək, kampaniyalardır. Hər birinin yüksək səviyyədə keçirmək, yəni mənim boynum borcudur və əminliklə deyirəm ki, yəni tam arxayın ola bilərlər. Yəni bax, bu çox mən verirəm. Allah sizi var eləsin. Bəzənlər, Mehman dayı dediyi kimi, şəhid ailələri, qazi ailələri, bax, çəkinmədən Mehman dayını əlqə saxlaya bilərlər, xeyir işlərində. Allah sizi var eləsin, Allah kömək olsun. Müsəlman borcumuzdur. Biz də sizə həmişə Çınar TV olaraq həmişə
ehtiyac olan insanların yanındayıq. Əlimizdən gəldiyi qədər qrupun köməyindən. Mehman da, yəni ki bizim televiziya baxsınız da bizim kanallar. Özünüz də maşallah şahirsiniz. Nə deyə bilərsiniz bizim Çınar TV haqqında bir ürək sözləriniz? Çınar TV haqqında gördüyü işlər göz qabağındadır. Yəni həmişə uğurlar bol olsun deyirəm. Bütün əməkdaşlar başda siz olmaqla hər birinizə can sağlığı arzu edirəm. Yeni nailiyyətlər, yeni müvəffəqiyyət arzu edirəm. Çəkilişlərdə baxıram, harada yardım sevər bir kanal olaraq dəstək, kiməsə dəstək üçün bütün var qüvvəsini, imkanını səfərbər edən bir kanal olaraq sizə mən təşəkkür edirəm. Çox sağ olun. Yəni hər zaman belə deyək, kasımın yanında olan bir kanalsınız. Ona görə də Allah sizə verdikcə versin, həmişə uğurlarınız bol olsun. Yəni bunu arzu edirəm. Çox sağ olun. Biz də Çiləxanı davam etdiririk, həmən layihəni qrupun köməyi ilə və burada əməyə keçən, qrupa dəstək olan hər bir qardaşlara, bazılara minnətdaram. Allah köməklər olsun ki, onlar bizə dəstək verirlər və biz də kasıbvarları sevindirik. Mehman dayı, başqa şeyiniz var mı? Başqa o qədər şeylər var ki, yəni yüksək nöqtə bitirmək üçün sonda bir şeyinizə deyərdiniz? Bir şeylə deyim, yüksək nöqtə bitirmək üçün. El bilir ki, sənə aşıq olmuşam. Yəni məhəbbət şeirlərlə biridir, köhnədən yazılmaq. Zamanlıq vaxt söz yox, indi də elə özümüz hələ ki, qismət də nə varsa nə olacaq, nəysə. El bilir ki, sənə aşıq olmuşam. Çünki ürəyimdən keçən güzəlsən. Yerindədir hər bir ədan, nazınla yüzdür ölçür, bir cürübsən güzəlsən. Adətindir ahəstədə yenimək, ayağını asta-asta sürmək, istəməzsən dərd içində çürmək gələcəyi, indi seçən güzəlsən. Gülmək sənə çox yaraşır, gül günə. Mən ağlayım, göz yaşımı sil ginən mehman ölər, sənsiz qalsa bir ginən sən. Ömrümə ərtəs saçan gülərsən. Qoy bütün insanların, bütün sevənlərin sevgisi gözəl nəticə versin, sana qovuşanlardan olsun. Və bir sizin kanal vasitəsilə bir cümlələ demək istəyirdim. Mənim bu vaxtı bizim kəndimizdə yaşayan şair Valih, Nakan Valih, təxəllüslə tanınan bizim dəyərli insanımız, rəhmətə gedir söz yox, Allah rəhmət eləsin. Onunla çox dəyişmələrimiz olur. Ümumiyyətlə çalışıram, nəsə bir kitabda ki, mərsiyə çatdıram, ayrı bir kitab kimi. İnşallah, yaxşı olur. Nə bilim, həyat da yaşayarıq görək. Yaxşı olur, Allah sizə ömür versin. Allah ona da rəhmət eləsin. Bayaq, Allah rəhmət eləsin, yeri cənnət olsun. Bayaq dediyiniz kimi, sevənlər qovuşsunlar və xeyir işlərində sədaqət eləsinlər. Siz də onların xeyir işini yüksək səviyyədə keçirsəsiniz. Allah kömək olsun. Oğlum Mehman dayı, sizdən tanış olmaq çox şad oldum. İnşallah. Mənim üçün də çox xoş oldu, sizin gəldiniz. O 2026-nın ilk günündə belə bir təklifim var. Verilişin ilk günüdür, qismətsiz oldu. İlk günü, ilk nəzər deyim, İlk verilişin gələnimiz yüngül olsun, qəşəng olsun, hər şey yaxşı olsun. Və mənə də xoş oldu ki, ilk gündə eləməyə vaxtını duyum. Bəli, sizə qismət oldu. Sizə böyük təşəkkür edirəm. Sağ olun, sağ olun. Və eləcə də bayaq demək istəyirdim, onun kimi siz mən deyən dediniz, sizin bu kanala dəstək olan qardaşlarım da hər birinə Allahdan can sağlığı diləyirəm. Amin, amin. Bütün muradlarına yetişsinlər, qovuşsunlar. Allah canına sağlıq versin. Verdikcə versin onlara, onlar da kasıb təbəqəyə əl tutsun. Amin inşallah. Çox sağ olun, minnətdaram. Deməli, bugün bu qədər dərzəcilər. Bayaq dediyim kimi, verilişimizin ilk efiridir, ilk bölümüdür. Və inşallah yenə buradan səslənirəm. Qeyri-adi bazarı olan şəxslər heç cürə çəkinmədən bizim kanala məlumat verə bilərsiniz və bizim efir vasitəsilə öz bazarınızı bütün dünyaya çatdıra bilərsiniz. Bizi TikTok'da, Instagram'da, Facebook'da, YouTube'da izləyə bilərsiniz. Dəyərli izləyicilər, bizim kanala abunə olun, bizi izləməyə davam edin. Sağ olun.
Çınar TV her zaman sizinle, sizin kanalınız.